Allah Adəmi yaradır Həvva ilə və deyir ki, bax o ağaca toxunmayacaqsınız. Bu sərhəd deməkdir. Ki niyə? Bax bütün ağaclardan, meyvələrindən yemək olar, o ağaca bax, drama buradan başlayır. Nəyəsə sənə yox deyirlər. Orada bir hikmət var. O sərhəddən sonra hər şey dönüb özünün əksinə çevrilə bilir. Bax, bu sərhədi başa düşmək bir yox olacaq. Təbii ki, azadlıq var, hər şey sənindir. Amma bir sərhəddi var bunun. Əxlaqlı adam sərhəd tanıyan adam deməkdir. Sərhəd tanımaq üçün də gərək çox müşahidəçi olasan. Müşahidə eləyə-eləyə görəcəksən ki, hardasa ağın sərhəddi qurtarır, o qaraya çevrilir. Hardasa su şəfa olmaqdan çıxır və dərd olmağa başlayır. Bax, onu, amma insanlar şuursuz yaşayırlar deyə, onlar bu sərhədləri görmürlər, bu qırmızı xəttləri görmürlər. Yəni, mənim düşüncəmcə o cənnət ağacının simvolu bizə sərhədi xatırlatmaq üçündür. Bax, elə bir sərhəd var ki, onu keçəndən sonra həyatın dəyişəcək. Cənnət isə cəhənnəm olacaq birdən-birə. Belə şeyləri var bu dünyanın. Və sən insan bunu öyrənəcəksən. Məsələn, heyvanlar, onlar da ayıqdılar. Mən çox müşahidə eləməyi sevirəm heyvanları. Məsələn, bir yırtıcı leopard ovu ovlayan kimi yeməyə tələsmir. O dəqiqə sağa baxır, sola baxır. Ondan daha qüdrətli yırtıcı varmı ətrafda bu dəqiqə? Mən onu rahat yeyə bilərəmmi? Yəni, bir məhdudiyyətin mövcud olub olmadığına baxır. Bir dənə insan sərhəd tanımaq istəmir öz naivliyində, şuursuzcasına yaşayır. İnsan da mütləq şuurlucasına baxmalıdır ki, məsələn, mənim indi bu həyatım hansı sərhəddə qədər bu keyfiyyətdə qalacaq? Hansı sərhəddən sonra, hansı xətti tapdalayandan sonra o keyfiyyətini itirə bilər? Bunu müşahidəçiliyi özündə inkişaf etdirə görə bilərsən.